Salam, qiyməli rulet hazırlayırıq. Əvvəlcə başlayaq xəmirdən. Xəmir üçün bizə lazımdır 2 stəkan un, 1 ədəd yumurta, 1 çimdik quru nanə, biraz duz, biraz sarı kök, maya və apardığı qədər su. Ələ yapışmayan, çox gözəl, yumuşaq xəmir hazırlayırıq. İçliyi hazırlayana qədər xəmiri biraz gözlədirik. İçlik üçün bizə lazımdır 400 qram çəkilmiş ət. Əti çəkdikdən sonra soğanı, 2 baş soğanı yağda qovururuq. Yenidən sarı kök əlavə edirik. Mən demək olar bütün yeməklərimə sarı kök əlavə edirəm. Düşünürəm ki, sarı kök yeməkləri çox dadlı eləyir, amma qədərində. Qiymə biraz hazır hala gəldikdən sonra çox kiçik ölçüdə kökü sürtkəcdən keçirib əlavə edirik. Hazır olduğu zaman isə biraz keşniş, biraz da şüyüd əlavə edirik. Hazırlayacağımız ruletləri pomidor sosunda bişirəcəyik. Ona görə bizə lazımdır 2 ədəd soğan, yağda qovururuq. 3 ədəd böyük ölçüdə pomidoru həmin soğanın üzərinə əlavə edib qovururuq. Xəmirimiz hazırdır. Lavaş halına gətirib, sonra hissələrə kəsib qiyməni içərisinə doldururuq. Mən gül şəklində hazırladım. Sonra isə ruleti yemək üçün yanında bizə qatıqlı sos lazımdır. Qatıqlı sosu isə hazır sarımsaq yarpaqları ilə hazırlayırıq. Nuş olsun.